Salam, hər vaxtınız xeyir olsun. Mən Erbil Akademiyinin Azərbaycan dili müəllimi Nəlmi Xalqzadə. Bu videomda sizə 2 mart tarixində kursumuzda keçirilmiş onlayn sınavın Azərbaycan dili suallarını izah edəcəyəm. Keçək sualların izahına. Birinci sual. Verilənlər içərisində hansı əməli yazı növünə aid xüsusiyyət yoxdur? Bu sual əməli yazı nümunələrlə bağlı bir sualdır. Baxaq. Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur. Bu aktdır. Demək, akt aid məlumat var. Latınca qeyd aparmaq, əlavə etmək deməkdir. Bu anotasiyaya aid məlumatdır. Bu da var. Bu və ya digər bir faktın həm müsbət, həm də mənfi cəhətləri təhlil olunur. Bu deməli rəydir. Bu da var. Özləməxsus forması vardır. Sonda onun təqdim olunacağı yer göstərilməlidir. Bu da arayış. Deməli, bu sualda düzgün cavab C-dir. Çünki biz hesabata aid burada bir xüsusiyyət görmürük. Birinci sualımızın düzgün cavabı C variantı. Keçək növbəti suala. Növbəti sual vurğu ilə bağlı bir sualdır. Vurğusu son hecaya düşməyən sözlər cərgəsini müəyyən edin. Baxaq. A variantı diaqnoz vurğu A-dadır. Funksiya vurğu U-dadır. Ellipsis vurğu ilk hecadadır. Demək, sualımızın ən düzgün cavabı da A variantıdır. Keçək növbəti suallara. 17 yaşı olanda atası onu Şirvana yola salır. Cümləsinə bağlı doğru fikir müəyyən edin. A variantı. Cümlə mübtəda sırasında formalaşır. Yəni bu cümləni təhlil edək. Yola salır. Kim atası? Baxın, bu cümlədə təhlil edəndə biz xəbər görürük. Və burada qeyd olundu ki, cümlə mübtəda sırasında formalaşır. Bu yanlış fikirdir. Cümlənin tam təhlilinə diqqət edək. Yola salır kim atası? Kimi onu? Bu tamamlıqdır. Hara yola salır? Şirvana. Nə zaman? 17 yaşı olanda. Mübtəda əsaslı formalaşıb yanlışdır. İkinci dərəcə üzvlər hamısı var, yanlışdır. Gördüyünüz kimi təyin yoxdur. Miqdar zərfli işlənib. Bu da yanlış fikirdir, görmürük. Müəyyən şəxs geniş cümlə düzgündür. Atası ki, mübtəda var. Yadda saxlayın ki, mübtədəsi olan cümlə müəyyən şəxsi cümlədir. Geniş cümlədə ikinci dərəcəli üzvlərin olduğu cümlədir. Və biz burada ikinci dərəcəli üzv gördüyümüzə görə müəyyən şəxsi geniş cümlə deyə bilərik. Sualın düzgün cavabı D variantıdır. Ona görə ola bilməz ki, xəbəri sərvə sözləşməsi ifadə olunub, yanlışdır. Xəbər sahibi sözləşməsi ilə ifadə olunub, yəni frazoloji birləşmə ilə. Düzgün cavabımız D variantı. Keçək növbəti suala. Elə danışdı ki, güya dünənki hadisədə bu orada olmayıbdır cümləsində zərfin hansı mənada işlənib. Baxaq. Bax, burada cəmi bir dənə zərf var. O da orada sözüdür, yer zərfi. Ona görə sualımızın düzgün cavabı D variantıdır. Bu sualda bir qədər diqqətli olmaq lazımdır. Elə sözünü çox tələb elə bilir ki, bu tərzi hərəkət zərfdir, amma yanlışdır. Burada elə tərzi hərəkət zərf deyil. Ümumiyyətlə, elə belə heç vaxt zərf olmur. Bunu yadda saxlayın. Zərfi əvəz edir, olur əvəzlik. Bu əvəzlikdir. Bu bizi biraz çaşdıra bilər. Burada ki, sifət üzərdən neksif şəyə keçilir. Ona görə bu da ola bilməz. Və düzgün cavab yalnız orada D variantı. Yəni, yalnız yer zərfi görürük. Keçək növbəti suala. Cümlələrin birində qrammatik norma pozulmuşdur. A variantına baxaq. Küçədəki insanlar bir andaca hərəkətə gəldi. Burada qrammatik norma pozuntusu var. Çünki mübtəda burada insanlardır və mübtəda insanlar olub cəmdə işlənərsə, xəbər də ona müvafiq cəmdə olmalıdır. Yəni, lər olmalıydı. Və burada elə qrammatik norma pozulmuş sayılır. Sualımızın düzgün cavabı da A variantıdır. 6-cı sual. Sözlərin birinin yazılışı səhvdir. Kəhraba düzgündür. Boş bikar düzgündür. Çobud bu da düzgündür. Felyeton bu da düzgündür. Haqq sevən yanlışdır. Bu bir qına yazılmalıdır. Sualımızın düzgün cavabı B variantıdır. Keçək növbəti suala. Nümunədəki sifətlərlə bağlı səhv fikir müəyyənləşdirin. Gözlərim taxta qapıda qaldı, gözlədim bütün gün, o gəlmədi. Buludlarda söndü boğuq qızartılar. Deməli, burada sifət boğuqdur. Qaranlıqda qərq oldu, qəlbimdəki ümid, gili, intizar. Bir də qəlbimdəki sözdür. Çünki biz bilirik ki, daşlı sifət üzərdən neksi şəyə keçirir. Quruluşca sadə olanı var. Elə bu yanlışdır. Çünki 2 dənə sifət var. Boğuq söz quruluşca düzəltməlidir. Boğmaqdan boğuq. Qəlbimdəki sözdə daşlı şəkilçisi var. Sifət düzəldən bir leksik şəkilçi var. Deməli, A variantı yanlışdır. Çünki deyir, sadə olan var. Sadə yoxdur. Burada bəlkə də bəzi tələbələr taxta qapı biraz çaşdırır. Amma yadda saxlayın, qızıl, gümüş, dəri, saxsı, polad, bürünc, taxta, belə sözlər isimdir. Və burada da taxta qapı cümlədə sifətləşir, təyin olur, sifətin xüsusiyyətini götürür. Amma yenə
yenə də isim olaraq qalmağını unutmuruq və düzgün cavab A variantıdır. Amma gəlin digər variantlara da baxaq. Deyir, nümunədəki sifətlərin biri necə nə üçün hansı suala cavab vermir? Bəli, söhbət burada daşıdan gedir. Daşı həmişə hansı suala cavab verir? Bütün sifətlər təyin vəzifəsində işlənib, bəli, sifətlərimiz təyindir. Sifətlərdən birində ismə aid məxsus şəkilçi işlənib, bəli, işlənib, mənsubiyyətdir. Y variantına baxaq, hamısı adi dərəcədədir, bəli, biz burada heç bir çoxaltma və ya azaltmaya aid bir göstərici görə bilmirik. Keçək növbəti suala. Dil haqqında verilənlərdən deyir, biri yanlışdır. Yadda saxlayın ki, dil irqi irsi cəhətlə bağlı deyil. Və burada yazılır ki, bağlıdır və bu da yanlışdır. Sualımızın düzgün cavabı B variantıdır. Sonra növbəti suala keçək. Məlik iclasdan sonra evinədək piyada getdi cümləsində qoşmalı məna növlər müəyyənləşdirin. İclasdan sonra, burada sonra zaman qoşmasıdır. Evinə dək də məsafə qoşmasıdır. Sualımızın düzgün cavabı D variantıdır. Keçək növbəti suala. Həmciz xəbərləri düzəltmə sifətlə ifadə olmuş cümləni müəyyən edin. Həmciz xəbərlər düzəltmə sifət. Burada sualın düzgün cavabı E variantı olacaq. Çünki burada tərbiyəli, ağıllı sözləri həmcinsdir və tərbiyəli düzəltmə, ağıllı düzəltmə. Burada diqqətli olun. Həm deyir xəbər olsun, həm deyir həmcins olsun, həm həmin həmcinslər xəbərdə olsun. Yəni xəbərdə biz həmcinsliyi görə bilərik. Həmçinin də deyir düzəltmə olsun. Məsələn, burada da var. Hazır cavab üzüyü olar. Amma sualımızın şərtini ödəmir. Bizə deyir ki, düzəltmə olsun. Sonra müdrik dünya görmüş ola bilər, amma sualımızın şərtini ödəmir. Yəni, sualın cavabına tam dolğun cavab tapmalıyıq. Keçən növbəti suala. Tərkibində kök və kileksik şəkilsi ibarət olan sifətləri seçin. Qaldırıcı, bu ola bilməz. Üzüntülü, bu ola bilər, kileksik var. Təmizlənir, burada da kileksik var, amma sonun şərhinə diqqət eləsək sifət deyir. Sifət dediyinə görə üçün götürməyək. Qırışlı bir leksik, bulanmaqdan bulaşmaq, bulaşmaqdan bulaşıb. Sualın düzgün cavabı 2-5, yəni E variantıdır. Keçək növbəti suala. Bugün hava tez qaralı cümləsində altına xətt çəkilmiş sözün təhlil bağlaq kələdin bir səhvdir. Baxaq, A variantına diqqət edək. Deyir, qayıdış növdədir. Diqqət edək, qaraldı. Əslində belə baxanda qayıdışa oxşuyur. Çünki qayıdış növdə iş subyektinin öz üzərində görünür. Oxşuyur, amma qayıdış növ deyil. Çünki qayıdış növün yada saxlayın şəkilçisi var. Qayıdış növ feil, üstə gəl ın şəkilçisinin köməyi ilə yaranır. Və burada feil yoxdur, axı qara sözü sifətdir. Ona görə biz burada qayıdış növ deyə bilməliyik. Əgər yazılsaydı ki, məsələn, qoca deyindi və yaxud duman çəkildi, bunlar qayıdış növ olardı. Çünki feil üstə gəl ın şəkilçisi var. Amma burada biz o şəkilçini görmədiyimizə görə, daha doğrusu feil üstə gəl feili görmədiyimizə görə, nəticədə qaralmaq feildir, bəli. Amma şəkilçinin feili artıldığını görmürük. Ona görə sualımızın düzgün cavabı olacaq elə A variantı. Çünki bizdən də səhv istəyir. Düzəltmədir, bəli. Qaradan qaralmaq. Sifətdən düzəlir, bəli. Xəbər şəklindədir, bəli. D keçmiş zamandır. Kök üstə leksik üstə qrammatik sistemlə uyğunda bu da düzdür. D burada qrammatik şəkilçidir və keçmiş zamandır. Keçək növbəti sualın izahına. Mürəkkəb yer zərfliyi. Diqqətli olun, mürəkkəb yer zərflidir. Cümlə üzvləri ümumiyyətlə qurduqca iki cür olur. Sadə mürəkkəb. Sadə olanda nitqsələrlə ifadə olunur. Mürəkkəb olanda isə söz birləşmələrlə ifadə olunur. Burada baxaq birə. Yaşayır kim? Daim gel harada Cəlilabadda. Burada zərflik var, amma sadə zərflikdir. Çünki söz birləşməsi deyil. Bir getdi. Nə etmişdi, qalmışdı, nə gündəliyim kimdə? Əlim əlimdə. Burada tamamlıq görürəm. Burada ümumiyyətlə zərflik yoxdur. 3-ə baxaq. Bağımız dəniz kənarı yerləşir. Nə yerdə yerləşir? Nə bağımız? Harada dəniz kənarı? Bəli, harada zərfliyin sualıdır və zərfli söz birləşməsində ifadə olunduğuna görə mürəkkəb zərflikdir deyə bilərik. Keçək 4-ə. Bilməz, kim bilməz? Kənd yerində yaşayan. Bax, burada kənd yerində yaşayan mübtədanın ifadə vasitəsi. Yəni, belə deyək, mübtədadır və mübtədanın ifadə vasitəsi feili birləşmədir. Məsələn, bizim mübtədamız burada bəli mürəkkəbdir. Amma bizim zərflik dediyinə görə biz 4-ü götürə bilmərik. Təzə evlər Babək prospekt tikiləcək. Nə edəcək tikiləcək? Nə evlər? Hansı evlər təzə evlər? Harada Babək prospektində? Bəli, Babək prospekti ikinci növ təyini söz birləşməsidir və quruluşçada mürəkkəbdir. Sualımızın düzgün cavabı 3-5, yəni A variantıdır. Və keçək növbəti suala 14.
Mənsubiyyət və hal şəkli qeyri-müəyyən əvəzi. Sualın şərhinə diqqət edin, qeyri-müəyyən deyir. Burada həm mənsubiyyət, həm hal deyir. Məsələn, biz burada əvəzlik görürük, amma mənsubiyyət görə bilmirik. Burada hamı kökdür. Onların hamısı mənsubiyyət A yönlü hal şəklisidir, 2-dir. 3-də mənsubiyyət deməli əvəzlik hər birimizdir. Lakin biz burada hal görmürük, ona görə götürməyək. Sonra 4-də hərəniz, sizin hərəniz mənsubiyyət A də yönlü hal şəkilçisidir. Biz bunu da götürək. Sonra 5-də eləsinin, elə sözün köküdür. Eləsi onların, eləsi eləsinin, eləsinin hal şəkilçisidir. İndi burada bir dənə diqqətli olun. 5-də də biz yenə də mənsubiyyət hal görürük. Amma son şərhinə diqqət eləsəniz də qeyri-müəyyəndir. Qeyri-müəyyən dediyinə görə biz 5-i götürmürük. Düzgün cavabı 2, 4 qeyd edəcəyik. Yəni B variantı. Məsələn, ümumiyyətlə əvəzlik soruşsaydı bizdən, bəli, biz 5-i də götürərdik. Amma ümumiyyətlə demir, sadəcə deyir ki, qeyri-müəyyən əvəzliyi seçin. Ona görə biz ancaq 2 və 4-ü götürəcəyik. Sonra keçək növbəti suala. Verilən cümlədə nöqtələr yerinə hansı sayılar yazılsa, cümlədə qrammatik səhv olmaz. Yadda saxlayın, bir sıra sayılarından sonra gələn isimlər cəmdə işlənir. Ona görə biz 3 ilə 5-i yaza bilmərik. Bunu yazsaq səhv olar. Çünki bu cəmdə olmalı idi. Bizə deyir hansını yazaq ki, səhv olmasın. Səhv olmayan 1, 2, 4 olar. Çünki çox, xeyli və bir neçə sayılarından sonra gələn isim təkdə işlənir. Və sualımızın düzgün cavabı da 1, 2, 4. Yani D variantı. Bu kadar.